Salam əziz həmkarlar. Biliyin növlərinə aid olan sınaq izahına baxırıq. Deklarativ bilik Bloom taksonomiyasının müxtəlif mərhələlərində işlənə bilər. Əlbəttə ki, düzdür. Məsələn, deklarativ bilik Bloom taksonomiyasının xatırlama mərhələsində də ola bilər, anlama mərhələsində də ola bilər. Yəni, müxtəlif mərhələsində işlənir. Problemi həll etmək üçün alimlər tərəfindən istifadə olunan texnikalar, metodlar, meyarlar, bunlar proseduraldır, düzdür. Şagirdlər idrac prosesi haqqında nə qədər çox məlumatlı olsalar, bir o qədər daha yaxşı öyrənə bilərlər. Bəli, metakognitiv bilik. Konseptual bilik bir müddətdən sonra avtomatikləşir. Konseptual yox, bu prosedural bilikdir. D variantı. Şagird nitq hissələrinin təsnifatını izah edir, konseptual biliyə aiddir. Deməli, səhv oldu, D variantı. Şagird riyaziyyat dərsində lövhədə göstərilən piramidanın müstəvi yoxsa fəza fiquru olduğunu deməlidir. Müstəviləri də oxuyub, fəzaları da oxuyub. Baxır, xatırlayır ki, bu müstəvidir, yoxsa fəzadır. Düşünün, lövhədə fiqur verilib, gözünlə baxırsan, deyirsən müstəvidir, yoxsa fəzadır. Bu nə olur? Faktoloji bilik, xatırlayıb deyir. Verilmiş tapşırığa əsasən biliyin növünü tapın. Şəkillərə nəzər yetirin, suda və quruda yaşayan heyvanları qruplaşdırın. Qruplaşdırın, müqayisə edin, oxşar və fərqli cəhətlərini tapın. Bunlar aiddir konseptual biliyə. B variantı. Müəllim şagirdlərə məzmunun mənimsənilməsində hansı növ strategiyadan istifadə daha faydalıdır? Bax, hər bir şagirdə sual verirsiniz. Şagird özləri öyrəndiyini, özlərinə faydalı olan strategiya deyirlər. Bu hansıdır? Metakognitiv bilikdir. Müəllim şagirdlərə insanın təbiətdə mövqeyi haqqında danışarkən təbiətimizin həyatımızdakı əhəmiyyətini öyrədir. Baxın, insanın təbiətdə mövqeyini danışır. Təbiət bizim həyatımızda hansı əhəmiyyətlidir? Onu öyrədirsə, başa salırsa, anlatmağa çalışırsa, bu konseptual bilikdir. C variantı. Cəlil Məmmədquluzadənin Poçt qutusu əsərində Novruzəli obrazını təsvir edən müəllif nəyi demək istəyib? Burada öz fikrini demirsən, müəllifin fikrini deyərsən. Çünki müəllif nəyi demək istəyib? Buna görə də Poçt qutusu əsərini oxuyacaqsan, təhlil edəcəksən, görəsən ki, müəllifin işi nə olub? Bu nədir? Konseptual bilik. C variantı. Nizami öz mütərəqqi ideyalarını söyləyə bilmək üçün bütün dünyada ad qazanmış İskəndərin yayılmış şöhrətindən geniş istifadə etmişdi. Şair qəhrəmanın həyat və fəaliyyətini bütöv təsvir etməsinə baxmayaraq, əsərin deyir, epizodların birində İskəndərin bütün müsbət sifətlərini xülasə şəklində oxucuya təqdim edir. Şair obrazı əsərində necə əks etdirib? Bizdən nəyi soruşur? Biliyin növləri. Aha, baxın, görsünüz, mən dərs izləyəndə sizə demişəm ki, müəllifə mövqe göstərirsinizsə, hər hansı bir şeirə mövqe göstərirsə, hər hansı bir şair nə əks etdirib deyirsə, bunlar hamısı konseptual bilikdir. Çünki şair obrazı əsərində necə əks etdirib. Sən bunu oxuyacaqsan, təhlil edəcəksən, görəsən şairin işləri nə olub? Bunlar artıq olur konseptual bilik. Yadınızda saxlayın. Vaqifin heyfci yoxdur şeirində vətənini, xalqını dərin məhəbbətlə sevən, həssas sənətkarın narahatlıq duyulan səsi də eşidilir. Fikrini doğru saymaq olarmı? Fikrinizi əsaslandırın. Baxın, deyir, heyfci yoxdur şeirində vətənini, xalqını dərin məhəbbətlə sevən, həssas sənətkarın narahatlıq duyulan səsi eşidilir. Fikrini doğru saymaq olarmı? Fikrinizi əsaslandırın. Siz burada öz fikrinizi söyləsəydiniz, bəli, metakognitiv olardı. Amma öz fikrini söyləmirsən. Əvvəlcə şeiri oxuyursan, şeiri təhlil edirsən və o təhlildən mənə fakt, əsaslandırma gətirəsənsə ki, bu doğrudurmu, yoxsa yanlışdırmı? Bu olur konseptual bilik. Amma öz fikrini söyləsəydin, bəli, o metakognitiv olardı. Hansı dəyərləndirmə yanlışdır? Biliyin növləri biri-biri ilə sıx əlaqədardır, doğrudur. Şagirdlərin akademik nəticələrinin yüksək olmasında
Biliyin metakognitiv, yəni özünü tanımasının böyük əhəmiyyəti var, doğrudur. Faktoloji bilik olmadan prosedural bilik formalaşa bilər, səhvdir. Faktoloji bilik olmadan heç bir bilik formalaşa bilməz. Əsas əlimdə məlumat olmalıdır. Konseptual biliyin formalaşmasında əsas faktoloji bilik oynayır, düzdür, müxtəlif faktoloji bilik arasında əlaqə qurur. Prosedural biliyi tətbiq etməsək də formalaşa bilər, bəli. Məsələn, kompüteri ya aça-aça göstərirsən, ya da kompüterin açmağını yolunu göstərirsən. Yəni, doğrudur. Hansı dəyərləndirmə doğrudur? Konseptual bilik məzmunun dərindən öyrənilməsində rolu önəmli deyil, səhvdir. Spesifik və terminoloji biliklər, faktoloji biliyin növləri olsa da, onlar arasında bir bağlılıq yoxdur, səhvdir. Məsələn, isim termindir. İsmin tərifi də termindir, amma isim haqqında, məsələn, digər məlumatlar altalı var, şəkilçiləri bunlardır, bunlar spesifikdir, yəni əlaqəsi var. Konseptual bilik faktoloji bilik olmadan formalaşa bilər, bu da səhvdir, faktoloji bilik olmadan heç bir bilik formalaşmır. Prosedural bilik özündə fəaliyyət ardıcıllığını etibar edir, doğrudur. Metakognitiv bilik məzmunun öyrənilməsinə təsiri yoxdur, səhvdir, hər öz strategiyasına uyğun öyrənir. Mədinə müəllim şagirdlərin müxtəlif sözləri təqdim edir. Onlardan bu sözləri nik hissəsinə görə qruplaşdırmaq, müqayisə etmək, oxşar və fərqli cəhətlərini tapmaq konseptual bilikdir, B bəndi. Hansı fikir yanlışdır? Prosedural bilik əsasən tətbiq etmək mərhələsi ilə əlaqəli ola bilər, düzdür. Mövzu ilə bağlı deklarativ biliyə malik olmaqla şagird nitq hissələrini əsas və köməkçiyə ayıra bilər. Deklarativ yox, konseptual bilikdə əsas və köməkçiyə ayıracaq, B bəndi səhvdir. Qafiyənin nə olduğunu bilib faktolojidir, bəli, yadına salıb xatırlayıb deyir. Strateji bilik metakognitiv biliyə aiddir, düzdür. Metakognitiv bilik digər biliklərə nisbətən ən yüksək səviyyədədir, bəli, düzdür. Uyğunluğu müəyyən edin. Faktoloji bilik, konseptual bilik, bax, hər hansı bir fənlə bağlı olan elmi məlumatlar aiddir faktoloji. Terminoloji və spesifik olmaqla iki qrupa bölünür faktoloji. Bir neçə faktoloji biliyi birləşdirərək əldə edilən bilikdir konseptual. Hər hansı bir fəaliyyət ardıcıllığını etibar edir prosedural. İnsanın özü haqqında məlumat aiddir metakognitivə. Deməli, 1-ə aiddir AB, 2-yə C, 3-ə Y. 1-ə AB, 2-yə C, 3-ə Y. Bu deyir A variantı. Müəllim informatika dərsində şagirdlərə belə bir sual verir. İnformasiya hər hansı əlifbə simvolların köməyi ilə ifadə etməyin səbəbini necə izah edərdiniz? Siz özünüz izah edəcəksiniz. Bunun üçün də başa düşüb anlamaq lazımdır. Və izah edəndə müxtəlif, necə deyim, faktoloji biliklərdən istifadə olunur. Bunlar da aiddir konseptual biliyə. Çünki faktoloji bilik arasında əlaqə qurub izah edirsən. 5-ci sinifdə oxuyan Amil Bəxt üzü hekayəsini oxuyur. Hekayənin sonunda Qətibə müəllim Amilin təqdim olunan mətnlə bağlı fikirlərinin doğru yaxudsa yanlış olmasını müəyyənləşdirməyə tapşırır. Müəyyənləşdirmək, ümumiləşdirmək, qruplaşdırmaq, oxşar və fərqli cəhətlərini tapmaq konseptual biliyə aiddir. Müqayisə etmək də konseptual biliyə aiddir. Riyaziyyat dərsində şagird kvadrat tənlik öyrədilir. Müəllim misal verir, şagird tənliyi köklərə ayırma metodu ilə həll edir. Metodu bilmək, algoritmi bilmək, meyarı bilmək prosedural bilikdir. Ümumilikcə, burada da misal həll eləyir, bir proses var. Bu olur prosedural bilik. Y variantı. Deklarativ, bu sorudan yenidən gəlib, yəni testimiz bura qədərdir.